Değer verdikçe değersizleşirəm. İnsan değersizleşmir. İnsan özünü değersizliğe layık görür. Nümunə vermək istəyirəm. Evdə yemək yersən, yemək yediyin qabın yarısı qırıqdır. Orada təzə qablarım var. Onları saxlayıram, qonaq gələndə qonağın qabağına qoyacağam. Niyə? Qonaq səndən artıqdır. Gəlir deyir ki, ala bu köynəyi də geymirəm. At getsin, sökülübdür. Deyirsən ki, niyə atıram? Bunu mən evdə geyinərəm da, ver bura, atmıram. Corabdan parmağın bu boyda çıxıb çölə, özə qıyıb gedib o təzə corabı geymək istəmirsən. Bunu hələ 4 gündə geyinərəm. Şəbti yarısı yoxdur. Pul verir ki, ala ged özə şəbti al. Şəbit dil atıb danışır ha. Şəbtin yarısı yoxdur. Sən geb özə başqa şey arsan. Deyirsən hər şey, bunu bir ayda geyinərəm da, heç nə olmaz. Görürsən, çox sevdiyim bir söz var. İnsan özünü layık bildiği hayatı yaşayır. Sen özü hansı həyata layık görürsənsə, o həyatı yaşayırsan. Bəli, anlayıram. Düşünürsən ki, mən ekonomik dəstək oluram. 5 manat, 10 manat ekonomik dəstək olursan deyə sən bütün həyatını dəyərsizləşdirirsən. Bütün həyatı cılızlaşdırırsan və yanındakı insandan artıq böyük bir dəyər gözləmə. Çünki sən layiq olduğunu ona göstərirsən. Burada kişi qadın fərqi yox da, hər ikisinə aid eləyirəm. Bəli, 100'dən bir insanlar ola bilər ki, onu anlayar, sənə sarılar, sənə daha yaxşısını almaq üçün çalışar. Belə insanlar da var. 10 dəqiqəlik aptekə düşürsən, tetraskilin alasan, yarım saat evdə bəzənirsən, düzənirsən, ən yaxşı paltarları geyinirsən, parfüm vurursan. Niyə? Başqaları səni görəcək deyə. Bəs evdə səni kim görür? Bəs özün görürsən axı özünü. Niyə özünü cılızlaşdırırsan öz gözlərində? Sonra desən mən özümü sevmirəm. Bax, özünün sevgi belə olur. Öz güvən belə yaranır. Ona görə sən öz gözündə özünü qaldıracaqsan. Evin içində də ən yaxşı paltarı geyin, ən yaxşı qabında yemək ye, ən yaxşı yeməyi bişir ye, ən yaxşı parfümünü vur gəz. Çünki özünü yaxşılara layiq görməlisən. Özünü yaxşıya layiq gördüyün qədər o həyatı yaşayacaqsan sən. Yenə deyirəm, burada kişi qadın ayırmıram. Hər bir şəxsə bu aiddir. Mənim əzizim, hər nə olursa olsun biz özümüzü yüksəklərə layiq görməli, üfqünü açmalısan. Böyük düşünməlisən, düşüncələrini zənginləşdirməlisən və o zənginliyə özünü layiq görməlisən. Və məsələn, adam var deyir ki, böyük bir evim olsun, sonra deyir ki, yox, böyük ev hara, mən hara, gördün, özünü layiq görmürsən. Maşınım olsun, maşın, mənim elə cırıq şəbtimə yaraşır maşın. Elə bir ki, o maşın sənin oldu. Amma sən o maşına özü layiq görsən, o böyük evə özü layiq görsən, bəli, onu əldə edəcəksən. Çünki sən özü ona layiq görsən. O zaman həvəsin olacaq, motivasiyan olacaq, özgüvənin olacaq, çalışacaqsan, vuruşacaqsan, davranışa keçəcəksən. Çünki həyat eşqin olacaq. Əzizim, hər nə olursa olsun, özünü mükəmməlliyi, xoşbəxtliyi, möhtəşəmliyi yaraşdırıb və o həyatı tezliklə ən yüksək səviyyədə sevdiklərinlə bərabər yaşaman diləyilə xoş qal, xoşluqla qal.